Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmi ba'd. Əziz qardaşlar, Navaqidul İslam, yəni dindən çıxaran 10 məsələ haqqında kitabının şərhinə davam edirik. Və demişdik ki, biz kitabın müqəddiməsində bəzi məsələlər var. O müqəddimədəki olan qaydaları götürürük. Və o qaydalardan 6-cısı şərh gətirir ki, dünya hökmü ilə axirət hökmü arasında fərq məsələsi. Belə ki, İbn Teymiyyə rahimehullah buyurur ki, zahiri el-iman el-zahir yecri ellezî tecri aleyhel ehkam fi'd-dünya. La yestelzimul iman fil batin ellezî yekunu sahibuhu min ehli saade fil ahireh. Deyir ki, fərq qoyanlar barədə danışır ki, deyir ki, o insanın hansı ki bir insanın zahirində müsəlman hökmü veririk, zahirinə müsəlman hökmü veririk, o dünya hökmləri ona görə davam edir. Bu o deməkdir ki, onun batinində də iman olsun, sahibi xoşbəxt, axirətdə xoşbəxt olanlardan olsun. Və sonra İbn Teymiyyə münafiqlərdən danışır və buyurur ki, münafiqlərin növlərindən Abdullah bin Səluldan və onların dünya hökmlərinin axirət hökmlərdə fərqli olunmasından. Və sonra buyurur ki, və bil cümləti və aslı hədihi məsələti ən tə'ləmə ennəl kufra növ'an, kufrun zahirun və kufrun nifaq. Və sonda deyir, bunu deyir ki, ne bil ki deyir, məsələlərin əsli belədir ki, bilməlin lazımdır ki, küfür iki yerə bölünür. Zahiri küfür, bir də nifaq küfürü. Və izə təkəlləmə fi əhkəmü dünya, kənə hukmul münafiqi hukmul kafir. Hukmul kafir deyir ki, əgər o deyir, axirət hökmündə deyir, danışılarsa deyir, münafiqin hökmünlə kafirin hökmü axirət hökmündə eynidir. Və əmmə fi əhkəmü dünya fəqət təcri aləl münafiq əhkəmül müslimin. Məcmu Fətava 7-ci cild 620-ci səhifə. Deyir ki, dünya hökmündə isə deyir, münafiqlərlə necə davranırıq biz? Münafiqlərlə, müsəlmanlarla davrandığımız kimi davranırıq. Çünki zahirində küfrü izhar etmədikcə, onunla zahirinə hökm verərək, zahirindən müsəlman kimi davranırıq. Bu 6-cı qayda idi. 7-ci qayda təkfirin səbəb olan məsələlərin müxtəlif olması. Yəni, təkfirin səbəbləri. Yəni, niyə görə insanlar küfrə düşürlər? Təkfirə aparan yollarımız müxtəlif. Yaxud, belə deyək də, daha ifadə edəcək, küfrün növləri. Küfrün növləri barədədir. Və böyük küfürü alimlər bir neçə növə bölüblər. Bir neçə növə bölüb. Əslində küfür özü iki yerə bölünür, bilirsiniz. Böyük küfür və kiçik küfür. Və böyük küfürün özünü də alimlər bir neçə yerə bölüblər. Bəziləri 5 qism zikr ediblər, bəziləri 6 qism zikr ediblər və Şeyx Rahiməhullah da burada 6 qismi zikr eləmişdir. Və gətirir ki, İbn Qeym Rahiməhullah Mədərc Sərkində buyurur ki, böyük küfürün növləri 5 növdür. Təkzib, yalanlama küfürü, təkəbbürlük, təsdiq etməklə bərabər olan təkəbbürlük və üz döndərmə küfürü təsdiq edir, lakin təkəbbürlük edir. Üçüncüsü, kufru i'rad, üz döndərmə küfürü. Dördüncüsü, şək küfürü. Beşincisi, nifaq küfürüdür. Miftah Dar Səadə kitabında isə 6-cı növünü əlavə edir ki, o da cahillik küfürüdür. Cahillik və təqlid küfürüdür. Və bu deyir, avamlar arasında daha çox yayılmış növüdür. Şeyx Muhammed ibn Abdülvahhab Rahiməhullah, bunu İbn Qeym Rahiməhullah Miftah Dar Səadə kitabının 1-ci cild 331-ci səhifəsində zikr etmişdir. Muhammed ibn Abdülvahhab Rahiməhullah isə deyir ki, Durar Səniyyə 2-ci cild 70-ci səhifədə buyurur ki, küfrün növləri 5-dir. Eyni İbn Qeym kimi zikr edir. İbn Qeym zikr etdiyi kimi 5 növünü zikr etmişdir. Hafiz Həkəm Rahiməhullah isə deyir ki, bu növlərə baxdıqdan sonra aydın olur ki, küfrün növləri
dörddür. O da başqa cür formalaşdırır. Deyir ki, birincisi cahillik və yalanlama küfürü, ikincisi inkar küfürü, üçüncüsü inatkarlıq küfürü, dördüncüsü isə münafiqlik küfürüdür. Onların biri yetər ki, insanı İslamdan çıxarsın. Əgər hamısı cəm olarsa, deyir, onun halı o zülmətlər üzərinə zülmət olar. Məaricil Qabul kitabı 2-ci cild 593-cü səhifə. Və biz bunların növlə, hər bir növü, bu küfürün növlərinin hər birini bilməmiz lazımdır. Bilməmiz lazımdır dəlilləri ilə və mənası nə deməkdir? Misalları ilə ki, aydın olsun. Birinci dedik ki, küfürün birinci növü nədir, qardaşlar? Təkzib küfürü. Mən dərsdən sonra hamını bir-bir soruşacağım. Bu 5-ini də, 6-sını da soruşacağım inşallah. Birincisi, təkzib küfürü, yalanlama küfürü. İbn Qeym Rahimullah ona buyurur ki, yəni insan peyğəmbərlərin yalan danışdığını etiqad etməsidir. Bir insanın peyğəmbərlərin yalan danışdığını etiqad etməsidir. Buna deyirlər ki, təkzib küfürü. Və deyir, bu deyir, kafirlərdə deyir, az bir növüydü deyir. Çünki Allah Azze və Cəllə öz peyğəmbərlərini möcüzələrlə gücləndirmişdi və onlara açıq aydın ayətlər, dəlillər vermişdi ki, onların doğruluğuna dəlalət edən və onların əli ilə hüccətlər göstərmişdir. Və buna görə də onların üzrü yox idi. Hətta Firavun belə haqqında Allah Teala nə buyurur? وَجَحَدُوا بِهَا وَاسْتَيْغَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوبًا. Onların deyir, qəlbləri yəqin olduğu halda Firavun və qövmü haqqında deyir Allah Teala. Onlar deyir, neynədilər? Zülüm və təkəbbürlük ilə deyir, bunu inkar etdilər. Allahın göndərdiyi, Musa Aleyhisselam'a göndərdiyi dini niyə inkar etdilər? Təkəbbürlük və zülmlə inkar etdilər. Lakin Allah Teala buyurur ki, وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ. Öz nəfslərində isə yəqin idilər, haqq olduğuna. Ona görə boğulanda nə dedi? Musanın və Harunun Rəbbinə iman gətirirəm dedi. Onun haqq olduğunu bilirdi. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah azə və cəllə verdiyi möcüzələrlə onlar Məkkə müşrikləri onun doğru danışdığını bilirdilər. Lakin təkəbbürlükdən bunu inkar edir. Düzdür, onların içində bunu yalancı sayanlar var idi Rasulullah sallallahu aleyhi və səlləm, ya digər Peyğəmbərləri də. Lakin əksər hallarda bu o təkəbbürlükdən irəli gələn bir şeydir. Onlarda yalan olmur. Lakin yalan olarsa buna hansı küfür daxildir? Təkzib küfürünə, yalanlama küfürünə. Necə ki Allah Teala buyurur ki: "Fəinnehum la yukezzibunaka velakinnez-zalimin biayatillahi yechhadun." Onlardır əslində səni yalanlamırlar, lakin zalimlardır Allahın ayələrini inkar edirlər. Düzdür, onlar deyirlər ki, sən yalancısan deyirdilər. Lakin onlar əslində Allahın ayələrini inkar edirdilər. Yəni bu təkzib küfürü dedikdə başa düşdük ki, peyğəmbərlərin yalan danışdığını deməkdir. Lakin sual çıxır qardaşlar bir dənə. Şeyx daha doğrusu o məsələdə danışır ki, birinci məsələ odur ki, inkar küfürü əslində belə baxdıqda təkzib, yalanlama küfürüdür. Lakin aralarında fərq var. Belə ki, inkar küfüründə inkar dillə olur, qəlbinlə iqrar eləyir. Qəlbində qəbul eləyir. Firavunun küfürü kimi. Firavunun küfürü təkzib küfürü deyildi. İnkar küfürü idi. Qəlbində qəbul edirdi, lakin dilinlə neydi? İnkar edirdi. Lakin yalanlama küfüründə, təkzib küfüründə isə hətta qəlbi ilə də peyğəmbərin yalancı olduğunu etiqad etməsidir. Bu təkzib küfürüdür. Birinci fərq budur. İkinci fərq odur ki, inkar küfüründə inatkarlıq da var. Aydın mı? İnatkarlıq da var. Əsas bu iki fərq var. İkinci məsələ el-istihlal kufrun və huve nev'un min kufr təkzib. Həmçinin halal görmək qardaşlar, bir şeyi halal görmək, haramı halal görmək, bu da əslində təkzib küfrünə daxildir. Çünki o sanki şəriəti yalanlamış olur. Şəriət bir şeyə haram deyir, bu deyir ki, yox halaldır. İçkinin haram deyir, bildiyi halda deyir ki, xeyr, içki halaldır. Bu nədir əslində? Təkzib küfrünə aiddir, yalanlama küfrünə aiddir. Çünki Allahın haram etdiyini halal edir və yaxud da halal etdiyini haram etmiş sayılır. Yox, bəzən bunu etiqad edir. Etiqad edir ki, halaldır. Bildikdən sonra xeyr deyir ki, xeyr, içki halaldır deyir. Qəlbində etiqad edərsə.
Dili ilə olarsa, qəlbində haramlığını etiqad etdiyi halda dili ilə inad etsə, bu inkar nədir? Cühud küfrünə aiddir. Lakin qəlbində də bu şəkildə təkzib edərək edərsə, bu nədir? Təkzib küfrünə daxil olur. Və istihlalin bir şeyi halal görməyin küfür olmasına Qur'andan, sünnədən kifayət qədər dəlillər var. Hətta Allah təala buyurur ki: "Əm lehum şuraka və şər'a lehum minəd-din ma lam ya'zan bihillah." Yoxsa onların Allahın dinində izin vermədiyi şeyləri onlara izin verən şərikləri mi vardır? İbn Kəsir rahimehullah buyurur ki, onlar deyir Allahın buyurduğu şəriətə tabe olmadılar. Yəni dindən gələn şəriətə tabe olmadılar. Əksinə şeytanların onlara buyurduqları şəriətə tabe oldular. Cinlərin və insanlardan və cinlərdən olan şeytanların onlara dediklərinə tabe oldular. O da Allahın haram etdiyini halal etmək məsələsində və digər bu məsələlərdə nədir? Onlara tabe oldular. Ona görə Allah Azze və Celle onları şəriklər adlandırdı. Və bu da nədir? İstihlalin küfr olmasına dəlillərdəndir. Və şeyx son olaraq da bir də deyir ki, küfrün yalnız təkzib küfürdən ibarət olmasını demək, bu cəhmilərin sifətidir. Cəhmiyələrə görə küfür dedikdə təkzib küfürdür. Aydın mı? Cəhmilərə görə, cəhmiyə əqidəsinə görə küfür nədən ibarətdir? Biz deyirik ki, təkzib küfrü, küfrün növlərindəndir. Bu ayrı şeydir. Bir də demək ki, küfür elə bizə təkzib küfürdür. O biri küfürləri qəbul etmirsən. Küfür dedikdə bizə təkzib küfrü kimi şərh edirsən, bu nədir? Batil bir sözdür. Niyə görə? Çünki bu o deməkdir ki, hətta iblis belə kafir deyil. Çünki iblis yalanladı mı? Təkzib etdi mi? Xeyr, yalanlamadı. Sadəcə nədir? İnadkarlıq etdi. İnad etdi, düzdürmü? Onda küfür təkzib küfürdən ibarətdirsə, onda iblis də sizə görə kafir deyil. Bu cəhmilərin əqidəsidir. İbn Teymiyyə rahimehullah buyurur ki, yəni əgər deyir, küfür təkcə bundan ibarət olsaydı deyir, iblis belə kafir olmazdı. Təkzib edənlər kafirdir. Təkzib küfürü küfürdəndir. Lakin demək ki, küfür dedikdə bizə təkzib küfürü var. İnkar küfürü yoxdur. O biri küfür növləri ki saydıq, istikbar küfürü yoxdur. Onlar yoxdur. Küfür dedikdə bizə təkzib küfürdür. Bunu demək, sanki o insanları təkfir eləməməkdir. Yüz döndərənləri təkfir etməməkdir. İnadkarlıq edənləri təkfir etməməkdir. Aydın mı? Bu cəhmilərin əqidəsidir. Bir də var ki, qardaşlar, təkzib məsələsində bu məsələyə toxunsaq gözəl olar. O da nə məsələdir? Bəzən bir insanın baxırsan ki, yalanladığını görürsən və sən onu təkfir edirsən ki, bu adam təkzib küfürünə düşüb, yalanlama küfürünə düşüb və kafir oldu deyirsən. Lakin o insan Allahı və Rasulunu yalanlamır, səni yalanlayır. Səni yalanlamaq Allah Rasulunu yalanlamaq demək deyil. Məsələn, adam deyir ki, niyə saqqal saxlayırsan? Deyir ki, bu Allahın Rasulunun əmri. Deyir, Allahın Rasulunu elə şey əmr eləməyib. İnkar eləyir. Və bunu da etiqad eləyir, yalanlayır belə. Bu elə zənn edir ki, doğrudan da Allah və Rasulü belə şey buyurmuyub. Bu nə? Bu elə zənn edir ki, sən Allah və Rasulunun adına yalan danışırsan. Bu Allah və Rasulunu yalanlamaq sayılmır, səni yalanlayır. Cəhalətindən elə bunu bilir, belə bilir. Və sən nə deyirsən, bu təkzib küfürünə düşdü, kafir oldu. Nə? Bir azanda məsələn deyəndə ki, əşhədü ənə Muhammed Rasulullah, bu da deyir, yalan danışırsan. Yəni bu Allah Rasulunu yalanlamır. O müəzzinə deyirsən, yalancısan, şəhadətində sadiq döysən. Ona nədir biz? Deyir ki, o təkfir olunmur. Biz deyəndə İmam Əhmədin sözüdür o. Aydın oldu mu qardaşlar? Bugünkü gün təkfirçilərin məşhur şübhələrindən biri budur. Təkfirçilər bununla insanları təkfir edirlər. Cəhalətdə olan insanlar, məsələn, dində deyir ki, hər hansı bir şeyi sənin danışdığın dindən danışırsan, hədis danışırsan və sənə güvənmir, inkar edəndə qalxır deyir ki, bu dini inkar elədi. Dinin falan önəmli məsələsini inkar elədi. Nə oldu? Kafir oldu.
Sən bunu bu adama doğrudan çatmıyor. Elə bilir ki, dində bu doğrudan da bu şey yoxdur. Sənin buyurduğun şeyin, danışdığın şeyin dində olmadığını zənn edir. Bu adam anlamır hələ bunu. Bu insanlara təkzib küfür deyilmir. Çünki bu Allah və Rasuluna yalanlamır. Deyirsən ki, Allah və Rasuluna iman gətirirsənmi? Deyir, bəli. Deyirsən, Quranın haqq olduğunu qəbul edirsənmi? Deyir, bəli. Deyirsən, Quranda deyir, yox, Quranda elə şey yoxdur. Elə zənn edir ki, doğrudan da yoxdur. Hə, sənin burada o səni yalancı sayır. Zənn edir ki, sən Allah Quran adına yalan danışırsan. Onun zənninə görə budur. Bu deməkdir ki, Quranı inkar eləyir. Aydınmı? Çünki o insanlara ədəblə, əxlaqla açırsan Quranın sən tərcüməsini, ayəni göstərəndə əlini qaldırır, təslim olur. Əlini qaldırır. Yox, artıq o Quranı yalanlamış olur. O Quranı yalanlamış olur, bu ayrı məsələdir. Aydınmı? O Quranı yalanlamış olur. Açıq aydın Quranı görəndən sonra inkar edərsə, o artıq görür ki, sənin sözün deyil, Quranda olan bir ayəni inkar edirsə, bunun hökmü artıq bəllidir. O təkzib küfrünə girir. Lakin o normalda təslim olur. Görür ki, bəli, Quranda var imiş. Quranda var imiş deyə neyinir? Təslim olur. Bu dəlildir ki, deməli o səni yalanlayırmış, Quranı deyil. Sənə güvənmirmiş. Sənə güvənmirmiş. Aydın ama bu fərqli bir məsələdir. Ona görə də bu məsələyə görə də insanlar təkfir edilmir. Küfrün ikinci növü qardaşlar təkəbbürlük küfrüdür. Şeyx deyir ki, təkəbbürlük küfrüdür. Bu barədə İbn Qayyim rahimehullah buyurur ki, buna misal olaraq iblisin küfrünü misal getirmək olar. Belə ki, iblis Allahın əmrini inkar etmədi. Və o yalnız təkəbbürlük etdi. Allahın əmrinə uymaqda təkəbbürlük etdi. Və bu küfürdən də kim Peyğəmbərin doğru danışdığını bildikdən sonra, onun Allah yanından haqq olaraq gətirdiyini bildikdən sonra ona təkəbbürlük edərək boyun əyməzsə və bu da təkəbbürlük küfrünə daxildir. Bu da ən çox kimidir? Peyğəmbərlərin düşmənlərinə aid idi ki, bu insanlar bilirdilər ki, Allah Resulü sallallahu aleyhi ve sellem gətirdiyi haqdır, lakin boyun əymirdir. Necə ki, o məşhur bir qissa var, Sirada keçir, Əbu Cəhlin Əbu Cəhlin yanına gəlirlər, yoxsa Məkkə müşriklərindən, böyüklərindən birinin yanına gəlirlər. Deyirlər ki, bax, Muhammədə siz Muhammed əmin deyirdiniz. Doğru danışan, sadiq Muhammed deyirdiniz. Əmin olan birisini adlandırırdınız. Və ondan bir xəta görmədiniz. Nə oldu ki, bu peyğəmbərlikdən sonra buna yalancı dediniz, buna qəbul etmədiniz və s. və s. Demir ki, yox, biz onun yalanlarını gördük və s. Heç nə demir. Deyir, bizim qəbilə ilə Həşim oğulları arasında həmişə yarış keçirilib. Onlar həcciləri yedizdirib, biz də yedirtmişik. Onlar xərcləyib, biz də xərcləmişik. Onlar qurban kəsib, biz də kəsmişik. Biz iki qəbilə həmişə deyir, 100 illərdir yarışmışıq. İndi onlardan biri çıxıb Peyğəmbərəm deyir, biz bunu edə bilmirik deyir. Necə biz onu qəbul edək? Aydın ama buna nə deyirik biz? Təkəbbürlük küfrü. Təkəbbürlük küfrü. Demək ki, yox, yalancıdır, yalanını görmüşük. Bu şeyləri demir. Baxın, subhanallah. Mani olan nədir buna? Kibirdir, təkəbbürlükdür. Güya onun dinini qəbul etsək, biz onlardan aşağı düşərik. İnancında olduğu üçün onu qəbul etmirlər. Və şeyx buyurur ki, bu məsələn, necə ki, Allah Teala Firon və qövmü barədə buyurur ki, onlar Fironun qövmü nə deyirdi? Nu'minu li bəşəreyni mislinə və qovmuhumə lənə abidun. Biz bizim kimi olan iki bəşərə mi iman gətirəcək? Hansı ki, onun qövmü bizə ibadət eləyir. Demirdi ki, Musa yalancıdır. Nə deyirdi? Biz necə ona iman gətirək ki, onun özünün qövmü bizə ibadət eləyir. Deyirdi, təkəbbürlük qoymurdu onu. Həmçinin Allah Azze və Cəllə başqa ümmətlər barədə buyurur ki, İn entum illə bəşərun misluna. Peyğəmbərlərə öz qövmlərinə nə deyirdilər? Siz də bizi kimi bir bəşərsiniz. Siz də bizi kimi bir bəşərsiniz. Necə biz sizə iman gətirək? Və Allah Azze və Cəllə buyurur ki, Ya'rifunehu kəmə ya'rifune əbnəəhum. Onlar
Bu kitab əhli haqqındadır. Peyğəmbər sallallahu aleyhi və səlləmi öz övladlarını tanıdıqları kimi bilirlər. Necə ki, öz övladı olduğunu bilir ki, bu onun öz övladıdır və Rasulullah sallallahu aleyhi və səlləmin də haqq Peyğəmbər olduğunu bilirdilər. Kitab əhli xüsusən bilirdilər. Biz bu arada dəfələrlə xatırlayırsınız, danışmışıq ki, adamlar, xüsusən yahudilər qədim kitablarında oxumuşdular ki, o xurmalıq olan bir yerdən zuhur edəcək. Və bunun üçün Ərəb yarımadasını gəzib harda xurmalıq var idi, 100 illər öncə orada məskunlaşmışdılar. O da əsas Mədinə ilə Xeybər idi. Xurma bu iki yerdə bitirdi. Orada məskunlaşmışdılar ki, burada biz yaşayaq, o Peyğəmbər də bizim içimizdən çıxsın. O zamanki Peyğəmbər onlardan çıxmadı, yenə də ona qarşı inatkarlıq edib onu qəbul etmədilər. Bu təkəbbürlükdən irəli gələn bir küfürdür. Və deyir ki, İbn Qeym rahimehullah buyurur ki, bunların küfrü hansı küfürdür? Haqqa müxalif olur. Bu küfür nəyə vadar edir onları? Haqqa müxalif olmağa vadar edir. Deməli, bu neçə oldu qardaşlar? 2. Birincisi təkzib küfürü idi. İkincisi təkəbbürlü küfürü. Üçüncüsü isə i'rad küfürü. Üz çevirmək küfürüdür. İbn Qeym rahimehullah bu barədə buyurur ki, "Mu'ammal kufrul i'rad fa an yu'rada bi sam'ihi ve qalbihi anir rasul sallallahu aleyhi ve sellem la yusaddiquhu ve la yukazzibuhu." Küfürün üçüncü növünü izah edir. Nədir? Üz döndərmək küfürü nədir? Deyir ki, qəlbi ilə və qulağı ilə Allah Resulü sallallahu aleyhi ve sellemdən üz çevirir. Nə yalan saymır, nə də təsdiq eləmir. Nə demək ki, Peyğəmbər yalancıdır, nə demir, doğru danışır. Deyir, mən dinləmək istəmirəm. Deyir, mənə dinlə danışma. İslamla mənim əlaqəm yoxdur, deyir. Mənə danışma. Özünlə İslam arasına çəpər çəkir ki, birdən dəvət edəsən. Dəvət edəsən, qoymur səni dəvət edir. Deyir, danışma. Mən demirəm, yalandır. Nə də doğruluğu da eşitmək istəmirəm. Mənə danışma. Oturursan ki, bax, sən niyə Allah səni boşuna mı yaradı? Bildim, deyirsən, mənə dəvət eləmək istəyirsən. Dəvət eləmə mənə. Özündə saxla. Mənə dəvət eləmə. Artıq bu nədir? Bilir ki, sən ağzını açanda ona bir kəlmə haqq deyə bilərsən. Birdən o haqq onun qəlbinə düşə bilər. Onun hidayətinə səbəb ola bilər. Nə deyir? Bu olmasın deyə özü ilə haqq arasında ən azından dinlə. Dinlə. Bəlkə qəlbi, nəsə sənin qəlbə yatan şey olacaq. Deyir, yox, dinləmək istəmirəm. Mənə danışma. Mən səndən din barədə bir kəlmə belə dinləmək istəmirəm. Təkcə səndən yox, hər hansı deyək ki, səni məsələn deyək ki, ola bilsin, səni xətakar görür. Deyək ki, siz filan kəslərsiniz, sizdən qəbul eləmirəm. Başqa, məsələn, İslami bir firqələrdən, İslama nisbət olunan digər firqələrdən gedib dinləyə, bu ayrı şey. Burada artıq söhbət İslam deyil problemi. Bunun hər hansı fikir deyək ki, məsələn, mən filan fikirdən qorxuram və s. Bu ayrı şey. Bu adam İslamı öyrənmək istəyir, lakin səni doğru İslamda görmədiyi üçün səni dinləmir. Bu eradla birinci erad arasında fərq var. Biri səni dinləmir, ona görə dinləmir ki, səni batil əhli görür. Gözünü, məsələn, deyək ki, şiəlikdə açıb. Və buna da öyrədiblər ki, sünnilər batil yoldadır. Siz onlardan heç vaxt bir şey dinləmək olmaz. Və öyrənmək istəyəndə də öz alimlərinə müraciət edir. Dini də bu şəkildə öyrənir. Bu irad, yəni bu küfrü irada bunu saya bilmirsən. Biz bu barədə təkfirdə önəmli məsələlər silsiləsində danışmışdıq. Biri də var ki, adam nə şiəsindən, nə sünnisindən, heç kəsdən İslam barədə nəsə eşitmək istəmir. Din və Allah və Peyğəmbər barədə nəsə dinləmək istəmir. Dindən kim olur olsun, danışanda deyir, danışma mənim yanımda dinlə. Mən nə yalanlamıram, nə də inanmaq istəmirəm. Buna i'radul kulli deyilir, bütünlüklə üzdə çevirmək deyilir və bu küfürdür insanı həmən İslamdan çıxardan küfürdür. İslamdan çıxaran küfürdür. Bu sahibini İslamdan çıxarır. Aydın oldu mu qardaşlar? Bu barədə necə ki Bəni Abd Leylə qəbiləsindən biri gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, daha doğrusu Peyğəmbər sallallahu aleyhi və səlləmi görür
Rasulullah sallallahu aleyhi ve sellem onu dəvət etmək istəyəndə bilirsiniz nə deyir Rasulullah sallallahu aleyhi ve sellemə? Deyir, vallahi aqulu ləkə kəlimə. Allahın olsun, mən sənə bir kəlmə demək istəyirəm, deyir. Həmən o müşriklərdən olur. İn kunte sadiqan fe ente ecellu fi ayni min en erudde aleyke. Əgər sən doğru danışansansa, deyir, sən deyir, mənim gözümdə mənim sənə rədd verməyindən daha yüksəksən. Yəni, mənim haqqım yoxdur, mən sənə rədd verəm. Sənə bir cavab qaytaram, deyir. Əgər doğru danışansansa, deyir, sən deyir, o məqamdan daha yüksək məqamdasan. Və in kunte kəzibən fə əntə əhqaru min ən əruddə ən ukəllimək. Əgər sən yalancısansa, deyir, mən deyir, danışmağa deyir, layiq birisi deyilsən, deyir, səninlə. Yəni, hər bir halda danışmaq istəmirəm səninlə. Doğru danışansansa, deyir, da mənim sənə deyəcək sözüm yoxdur. Yalan danışansansa, deyir, sənə söz demək istəmirəm. Peyğəmbər sallallahu aleyhi ve sellemə dediyi sözə bax. Buna nə deyirlər? İrad küfürü, üz döndərmə küfürü deyilir. Bunu İbn Qeym Rahimullah Mədaric Səlikin kitabında 1-ci cild 366-cı səhifədə zikr etmişdir. Və deyir ki, həmçinin İbn Qeym Rahimullah buyurur ki, İrad küfürü, üz döndərmə küfürü deyir, xalis küfür odur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyinə tərəf çevrilmir. Nə onu sevmir, nə ona nifrət eləmir. Nə onu dost tutmur, nə ona düşmənçilik eləmir. Sadəcə olaraq ona tabi olmaqdan, onu dinləməkdən tamamilə üz çevirmişdir. Miftah Dar-ı-Səadə 1-ci cild 331-ci səhifə. İbn Teymiyyə Rahimullah buyurur ki, kim üz çevirərsə və nə onu təsdiqləməzsə, nə yalanlamazsa, o kafirdir. O əslində təkzib küfründə deyil. O nədir? İrad küfrünə düşmüşdür. Tis'iniyyə 2-ci cild 674-cü səhifə. Lakin şeyx burada bir dənə məsələyə toxunur ki, bir şeyin iradda, bir məsələdə irad etməsi insanı dindən çıxartmır. Bir məsələdə irad etməsi, üz çevirməsi onu dindən çıxartmır. Necə ki, Buxari və Müslim rivayət elədiyi hədisdə Əbu Vaqid el-Leysi radiyallahu anhdan gəlir ki, 3 nəfərin qissəsi ki var, 3 nəfərin hədisi. Peyğəmbər sallallahu aleyhi ve sellem məsciddə gəlir, dərs verəcəm, 3 nəfər girir, biri gəlir düz məclisin içində oturur, biri arxada oturur, biri isə çıxıb gedir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, 3 nəfərin qissəsini sizə xəbər verimmi? Biri Allaha sığındı, Allah ona sığınacaq verdi, biri həya etdi, Allah da ondan həya etdi, biri isə üz çevirdi, Allah da ondan üz çevirdi. O Allah ondan üz çevirdi, yəni kafir mi oldu? Xeyr. Elm məclisinə üz çevirdiyinə görə i'rad sayılır əslində o, amma o insanı dindən i'rad etmək sayılmır. Dindən üz çevirmək deyil, o insanı kafir etmir. Çünki bu şəkildə biz yanaşsaq, hər üz çevirənə i'rad küfürünə düşdün deyərək desək, biz onda gərək nəinki namaz qılmayan cahil toplumu, namaz qılanları da təkfir eləyək. İbadət eləyən tövhid əhlini də təkfir eləyək. Bu niyə görə? Məsələn, elm məclisidir. Sən gəlmir, deyirsən ki, qardaş elm məclisi var, deyir, yox, mən gəlmirəm. İ'rad da i'rad deyil bu. Üz çevirmək də çevirmək deyil elm məclisinə. Kafir olur, bu qayda ilə onu təkfir eləyək onları da. Aydın mı? Çünki bu belədir. Yəni, əgər i'radın cüz'i bir i'rad olarsa, onunla sən təkfir edə bilməzsən. İ'raddan məqsəd, küfrü olan i'raddan məqsəd nədir üzdə çevirməkdə? Dediyimiz kimi, İslamla yaxın əlaqəsi yoxdur. Özünü müsəlman saymır. Peyğəmbər sallallahu əleyhi və səlləmi nə təsdiqləmir, nə yalanlamır. Tamamilə dindən üz çevirir. Heç bir şey İslam barədə heç nə öyrənmək istəmir. Bu i'rad kulli, yəni bütünlüklə olan i'rad budur. Lakin cüz'i i'rad isə böyük günah olmasına rəğmən o nədir? Küfür sayılmır. Neçə oldu qardaşlar bu? 3. Dördüncü küfürün dördüncüsü şək küfrüdür. Dördüncü növ nədir? Şək küfrüdür. İbn Qeym Rahimullah buyurur ki, küfr şək nədir? فَإِنَّهُ لَا يَجْزِمُ بِصِدْقِهِ وَلَا يُكَذِّبُهُ. Peyğəmbər sallallahu aleyhi ve sellemin doğru danışdığına cəzm etmir, yəqin döyük. Eyni zamanda yalanlamır da.
Şəkdədir. Görəsən bu Allah Resulü sallallahu əleyhi və səlləm dediyi haqdırmı? Görəsən Quran doğrudurmu? Yoxsa orada xəta şeylər varmı? Şəkdədir. Bu nədir? Buna şək küfrü deyilir. Buna nə deyilir qardaşlar? Şək küfrü deyilir. وهذا لا يستمر شكه إلا إذا ألزم نفسه الإعراض عن النظر في آيات الصدق الرسول صلى الله عليه وسلم جملة فلا يسمعها ولا يلتفت إليها وأما مع التفاته إليها ونظره فيها فإنه لا يبغى معه شك لأنها مستلزمة للصدق. İbn Qeym rahimehullah deyir ki, lakin bu küfür digər küfürlərdən bir şeylə fərqlənir. O da nədir? Bu küfür insanda daimi qalmır deyir. Normalda bir insan şəkkə düşərsə, Quranda şəkk edərsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin doğru danışmasında şəkk edərsə, bu şəkk küfrünə düşərsə, bu Quran ayələrinə baxarsa, dəlillərə baxarsa, hamısına baxarsa, o şəkk ondan getməlidir. Onda deyir, davamlı qalmırdır o şək. Çünki ayətlərə, burhanlara, açıq aydın möcüzələrə və s. baxdıqca, hətta Quranın özünü oxusa, ərəbçədən oxusa, Quranda olan icazdır, Quranın möcüzələrini görsə, onda olan o şək nə olur? Aradan qalxır. Xüsusən Quranda olan elmi möcüzələr və s. onda olan şəkki qaldırır aradan. Nə zaman onda o şək davamlı qalır? Bu şək küfründə davamlı qalır. Bu i'rada çevrilərsə. Şək edir, görəsən Peyğəmbər doğru mu deyir, yalan mı deyir və eyni zamanda da i'rad küfrü də var. Qulaq asmaq istəmir, dinləmək istəmir, araşdırmır. Şək eləcə də qalır onda. Araşdırsa hansı ki, ondan o şək gedər. Aydın mı? Aydın oldu mu qardaşlar? Yoxsa təzdən qaytarım mı? Və deyir ki, çünki o deyir, bütün dəlillərə baxarsa, Peyğəmbərlərin doğru dediyini görmüş olar. Lakin baxmadığına görə, irad elədiyinə görə onda şək küfrü davamlı olaraq qalır. Və şeyx bir də bu da məsələyə tənbih edir. O da nədir? Şək küfrü ilə vəsvəsə arasında fərq var. Şək küfürdür. Şək etmək, dində şək etmək nədir? Küfürdür. Lakin vəsvəsə isə insana ərz olunan, bəzən gələ bilən şeydir ki, insan nədir? Mömin onu dəf edir. Lakin şəkdə isə onda istiqrar olur, qəlbində istiqrar olur. Şək edən əksini iqrar etmir. Vəsvəsəli insan isə iqrar edir. Lakin qəlbinə bəzən özünün ixtiyarı olmayan bəzi şeylər gəlir. Hətta dinin böyük məsələlərində belə bir şey, qəlbinə vəsvəsə, şeytan vəsvəsə verir. O nədir? Vəsvəsənin müalicə yolları. Bu vəsvəsə bir xəstəlikdir. Vəsvəsəyə düşən adam, yəni xüsusən də inanc, etiqad məsələlərində vəsvəsəyə düşən insan nədir? Buna görə bu təkfir olur. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Sizdən birinə şeytan gələrsə, deyir ki, filan şeyi kim yaradı, filan şeyi kim yaradı, filan şeyi kim yaradı və sən deyir, hər dəfə nə deyirsən? Allah yaradı. Sənə sonra deyir ki, Allahı kim yaradıb? Bu deyir, qəlbinə bu gələrsə, nə deyirsə, 3 dəfə deyir, sol tərəfə tüpürüb, şeytanın şərrindən Allaha sığınsın. Rasulullah sallallahu əleyhi və səlləm nəyi başa salmaq istəyir buna? Yəni, bu vəsvəsədir, bu bir xəstəlikdir. Deməli, vəsvəsə başqa bir şeydir, şək küfrü başqa bir şeydir. Bu neçənci küfür oldu, qardaşlar? Birincisi nə idi? Təkzib küfürü. İkincisi, təkəbbürlük küfürü. Üçüncüsü, üz çevirmək küfürü. Dördüncüsü, şək küfürü. Beşinci küfür, nifaq küfürüdür. Beşinci küfür nədir? Nifaq küfürüdür. Və bu da hansıdır? İbn Qeym rahimehullah buyurur ki, dili ilə İslamda olduğunu izhar edir, qəlbində isə dinin yalan olduğunu, Peyğəmbər sallallahu əleyhi və səlləmin yalan olduğunu söyləyir. Bu insanda təkzib var, lakin üzdə isə özünü müsəlman və mömin kimi göstərir. Bu da böyük nifaqdır. Münafiqlərin sifətləridir. Amma buna nə deyirik? Nifaq küfürüdür. Və küfürün altıncısı isə cahillik küfürüdür. Baxın, cahillik küfürü dedikdə nə qəsd olunur, qardaşlar? Bunu diqqət edək. Təkvirçilər buradan götürəcəklər ki, cahillik küfürdürsə, o zaman deməli, cahillər kafirdirlər, təkfir olunurlar. Baxın, bu növü Hafiz Həkəm rahimehullah bəyan edir ki, həmçinin İbn Qeym rahimehullah nə deyir?
cahillik küfrü var. Deyir ki, kufrun sadirun an cehlin ve dalalin ve taklidil eslafi ve hâzâ kufr ekserul etbâ vel avvam. Bu deyir, bu küfür deyir, cehalet ve zelalet, təqlid, keçmişlərə təqlid etmə səbəbiyle zahir olan küfürdür. Necə, onlar nə deyirdilər? İnna vecedna âbâena alə ümmeti ve inna alə ətərihim muhtedun. Biz atalarımızı bu din üzerinde gördük, biz de onların yoluyla gidecek. Kabul etmirdilər. Biz babalarımızdan bunu görmüşük, bütlərə sitayiş görmüşük. Peyğəmbər sallallahu aleyhi ve sellem'i kabul etmirdilər. Səbəb nə idi? Keçmişlərə təqlid etmək idi. İslamı qəbul etmirdilər. Və deyir ki, فَمَنْ تَرَكَ الدُّخُولَ فِي الْإِسْلَامِ Kim İslam'a daxil olmağı tərk edərsə, cəhlən bil-İslam, İslamı bilmədiyinə görə İslam'a girmir. اَوْ بِصِدْقِهِ فَهُوَ kafir. Yaxud da nədir? Təsdiqləyir, lakin İslam'a daxil olmaq istəmir. فَهُوَ kafirun. O nədir? O kafirdir. İslam'a daxil olmur, özünü müsəlman saymır. Səbəb də ya İslam haqqında eşitməyib, İslam haqqında heç bir şey eşitməyib, yaxud da eşidib, daxil olmaq istəmir. Hə? Səbəb də başqa bir dini təqlid etməkdir. Babalarından bütlərə səcdə etməyi görüb, babalarından filan dinə nisbət olduğunu görüb, ona görə qəbul etmir. Bu nədir? Bu insan deyir kafirdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və in ahadun minel müşrikin istajaraka fa'ajirhu hatta yasma' kalamallah." Allah Azze ve Celle buyurur ki, müşriklərdən biri sənə sığınacaq istəsələr, ona sığınacaq ver ta ki Allahın kəlamını eşidənə qədər. Ki Allahın kəlamını eşitsinlər deyə. Allahın kəlamını eşitməzdən öncə Allah Teala onları adlandırdı, müşrik adlandırdı. İslam'a daxil olmadıqlarına görə. Təkfirçilər bunu nəyə dəlil getirir? Deyir, cəhalət üzür deyil. Çünki deyir, Allah deyir, o şirk əhlinə müşrik dedi. Şirk əhlinə müşrik dedi. Çünki deyir, niyə? Hələ onlar deyir, cahil Allahın kəlamını eşitməzdən öncə belə kafir idilər. Bəli, bu müşriklərə aiddir. Bu, cahillərə, müsəlmanlara aid deyil. Aydın mı? Və deyir, və Allah səmməhu müşrikən və huvə ləm yəsmə kələməhu bə'd. Allahın kəlamını eşitmədiyi halda Allah onu müşrik adlandırdı. Çünki hələ İslam'a daxil olmuyor. Deyir, əmməl muslim İzə vəqa fi mukəffər cəhlən fəqəd ixtilafəl uləmə fi tekfirihi. O ki, qaldı bir müsəlman deyir, bir müsəlman təkfir olunan, yəni bir küfrə düşərsə, cəhalət səbəbi ilə alimlər məsələdə ixtilaf ediblər. Bu haqda da inşallah gələn dərsimizdə dəlilləri zikr edəcəyik. Yəni ki, bu cəhalət küfrü dedikdə nə qəsd olunurdu? Müsəlman olmayan birisi cahillik səbəbinə müsəlman deyil, özünü müsəlman saymır. Buna aiddir. O ki, qaldı müsəlman küfrə düşərsə, özünə müsəlman deyən küfrə düşərsə, şirkə düşərsə, cəhalət səbəbi ilə bunun hökmü müxtəlif, fərqlidir. Və bu da inşallah gələn dərsimizdə bu haqda geniş şəkildə danışacaq. Allah'tan istəyirəm ki, faydalardan eləsin. Eşidib yaxşıdan tabi olanlardan eləsin. Subhanakallahumma bihamdik. Şədən la ilahe illə əntə estəğfiruka və etûbü ileyk.